Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Cambridge məktəbində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və ədəbi normalara uyğun ifadəsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Azərbaycan ədəbi dilinin saflığının qorunması mövzusunda tematik görüş keçirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Hüseyev vurğulayıb ki, Azərbaycan dilinin dövlət dili kimi qorunması və saflığının təmin edilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Rektorun sözlərinə görə, dövlət başçısının ana dilinin saflığının qorunmasına dair prinsipal mövqeyi ali təhsil müəssisələrinin üzərinə xüsusi məsuliyyət qoyur və bu məsələyə Naxçıvan Dövlət Universitetinin tədris prosesi, elmi araşdırmalar və ictimai mühitində ardıcıl şəkildə yanaşılır. Tematik görüşün əsas məruzəçisi filologiya elmləri doktoru professor Mahir Hüseynova Azərbaycan ədəbi dilinin tarixi inkişaf yolu, dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi və müasir dövrdə dilin qarşılaşdığı problemlər barədə ətraflı məlumat verib. Professor qeyd edib ki, Prezident İlham Əliyevin ana dilinin saflığının qorunmasına dair ardıcıl çağırışları dilçilik elmi və təhsil sistemi üçün mühüm istiqamət verici rol oynayır. Mahir Hüseynova ana dilinin qorunmasının yalnız elmi müstəvidə deyil, gündəlik ünsiyyət, ictimai davranış, xüsusilə də təhsil prosesində prinsipal mövqe tələb etdiyini diqqətə çatdırıb. Professorun qənaətincə dövlət başçısının ana dilini milli yaddaşın və milli təhlükəsizliyin əsas elementi kimi dəyərləndirməsi cəmiyyətin bütün təbəqələrində dilə məsuliyyətli münasibətin formalaşmasına xidmət edir. Məruzədə o da vurğulanıb ki, beynəlxalq təhsil proqramlarının tətbiq olunduğu mühitlərdə Azərbaycan ədəbi dilinin qorunması Prezident İlham Əliyevin müəyyən etdiyi milli dil siyasətinin praktik təzahürüdür. Görüş çərçivəsində kütləvi informasiya vasitələrində dil mədəniyyətinin qorunması və tədris prosesində ədəbi dil normalarına riayət edilməsi kimi mövzularda fikir mübadiləsi aparılıb. Tədbirin sonunda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Hüseyev ana dilinin qorunması və təbliği istiqamətində universitetlə mütəmadi elmi-ictimai əməkdaşlığa verdiyi töhfələrə görə professor Mahir Hüseynovaya minnətdarlığını bildirib. Fəxriyə Səyyadova, Tərlan İbrahimova, Akşin Məhərrəmov, NTV Xəbər.